Azərbaycanda mövcud qanunvericiliyə əsasən pensiyalar hər il öncəki ilin orta aylıq əmək haqqının artım faizinə, pensiya kapitalı ilə ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Bu sözləri açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov vurğulayıb. Deputat qeyd edib ki, 2025-ci ildə ölkə üzrə orta aylıq əmək haqqında qeydə alınan artım faizi əsasında 2026-cı ildə pensiya məbləğlərinin də artırılması nəzərdə tutulur. İlkin proqnozlara əsasən artım faizi təxminən 9,2% təşkil edəcək. Qeyd edilir ki, artımlar bütün növ əmək pensiyalarına şamil ediləcək. Buraya yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlar daxildir. Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin yekun orta aylıq əmək haqqı üzrə rəsmi məlumatı 2026-cı ilin fevral ayının ilk günlərində açıqlanması gözlənilir. Rəsmi statistika açıqlandıqdan sonra Prezident tərəfindən müvafiq sənəd imzalanacaq və pensiya məbləğlərinin artırılması rəsmiləşdiriləcək. Qanunvericiliyə uyğun olaraq pensiyalardakı artımlar yanvar ayından etibarən hesablanır. Bu isə o deməkdir ki, yanvar ayı üçün hesablanan artım məbləği fevral ayında ödəniləcək pensiya ilə birlikdə vətəndaşlara veriləcək. Yəni fevral ayında pensiya alan şəxslər həm fevral ayının pensiyasını, həm də yanvar ayına düşən artım fərqini birlikdə alacaqlar. Məsələn, əgər 540 manat pensiya alan vətəndaşın pensiya məbləği artımdan sonra aylıq 50 manat yüksəlirsə, fevral ayında həmin şəxs 590 manat əvəzinə 640 manat pensiya alacaq. Mart ayından etibarən isə pensiya artıq artırılmış, yəni 590 manatlıq yeni məbləğlə ödəniləcək. Hər bir pensiyaçı öz pensiya məbləği üzərindən gözlənilən artımı asanlıqla hesablaya bilər. Belə ki, əgər vətəndaşın aylıq pensiyası 500 manatdırsa, 9,2% artım zamanı pensiya məbləği təxminən 46 manat aralığında yüksələ bilər. Rəsmi statistik məlumatlar fevral ayının əvvəlində açıqlanacaq və bundan sonra pensiya artımlarının dəqiq məbləği tam rəsmi şəkildə elan olunacaq. Pensiya artımlarının ödənişi isə fevral ayından etibarən həyata keçiriləcək.